Azərbaycanda 5-ci kolon təkcə metoddan ibarətdir. Burada bəlkə də 10 dənə metod var. Qardaşı Rusiyada keşişdir. Bu burada bunun ermənilərlə qohumluğu bəllidir. Hətta o Göyçə Gölün yanı otelləri də var. Hətta qohumuyla Fatma Abdullazadə bir nömrəli deməsəm də 3-cü, 4-cü nömrədə olan metodçuydu. Rusiyanın agentidir. Bu açıq metodçu idi. Amma gör neçə bunlar ziyalılara od yadır. Güllələdilər, hələ də ürəkləri soymuyor. İstəyirlər tarixdən seçsinlər. Arif Melikov, Cavad Şirquliyev, Hacı Əbdi, Musa Yaqub, Seyran Səxavət, Xəlil Rıza, Əli Sənicət. Babalam o kitab yazsın. O kitabı yazdırıb, yazdırdığı adamları deputat eləyib. Hətta birinin başına oyun açdı. Millət daşqaş verib, 300 binlik. Bunu qaytarmamaq üçün hamının gözün qabağında o işi elə qurdu Fatmanın əli ilə. Elə orada. Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Künc Bucağın xüsusi gündəmindəsiniz. Xüsusi gündəmin bu dəfəki qonağı Baş nazirin keçmiş müavini, eyni zamanda keçmiş təhsil naziri və professor Furdin bəy Ağasoğludur. Furdin bəy, xoş gördük. Xoş gəlmişsən, xoş gördük. Çoxdan da görüşmürük. Furdin bəy, hal-hazırda ölkənin əsas gündəm məsələlərindən biri Ramiz Mehdiyev və onun həbsi ilə bağlan mediada yayılan məsələlərdir. Və soruşmaq istəyirik ki, bir çoxları Ramiz Mehdiyevin həbsini show biznes mövzusuna çevirməyə çalışırlar. Və əslində nə baş verir, vəziyyət nə dərəcədə ciddidir, bununla bağlı fikirlərinizi almaq istəyərdik. Mən sənlə razıyam ki, bu qədər ciddi bir məsələni sosial şəbəkələrdə artıq şov səviyyəsinə endiriblər. O ona məktub yazdı, bu buna salam verdi, onun nə bilim villası var, bunun nə bilim icra başçı qohumu var. Bu metoya mən Ramiz Mehdiyev demirəm. Fəthullah Gülənə nətər FETÖ deyirdilərsə, mən də buna meto deyirəm. Bunun meto və metodçular çətəsi. Buna verilən cəzalar ən ağır cəzalardır. Və ittihamlar. İttihamlardır. Və Ona görə bunu şoya çevirmək lazımdır. Ortalığa sənəd qoymaq lazımdır, ortalığa faktlar qoymaq lazımdır, ortalığa bu metodçuların bu dövlətin başına, dövlətçiliyimizə vurduğu ziyanları ortalığa qoymaq lazımdır. Özdə faktlarla, sənədlərlə. Bir də Tural bəy, yaxşı ki, bir söhbəti açdın. Deməli, baxıram da bu sosial şəbəkələrdə belə iki arvad bir-birləri ilə söhbət eləyəndə nətər qeybət eləmirlər. Bu ciddi məsələni gətirib qeybət səviyyəsinə çıxardırlar. Bu çox ciddi məsələdir. Bunun dövlətə vurduğu ziyan, dövlətçiliyimizə vurduğu ziyan o qədər ağırdır ki, bunları faktlarla ortalığa qoymaq. Və bu faktlardan birindən mən məmnuniyyətlə bugün söhbət edərəm. Əsas nəyi mən gündəmə gətirmək istəyirəm? Fikir verin, metodçuların Azərbaycan dövlətinə, Azərbaycan milli ruhuna, milli ovqatına vurduğu ən böyük ziyan bilirsən nədir? Hər bir millətin elit təbəqəsi olur, onun ziyalıları olur. Özəlliklə milli ziyalılar ki, o ziyalıların hesabına millət irəli gedir. Sağlam dövlət qurur. Bax, o elitanı vurub gündəmdən çıxartmaqlarıdır bunların dövlətin əleyhinə. Hansı ziyalıları vurublar? Ancaq milli ruhu olan ziyalılar. Məsələn, Ramiz Mehdiyevin qara siyasətində daha çox hansı mədəniyyət xadimlərimiz var idi? Kimləri nümunə gətirə bilərsiniz? Məsəl üçün, kompozitorlardan deyək ki, Arif Melikov, Cavad Şirquliyev, aktyorlardan Hacı Əbdi, yazıçılardan şair Musa Yaqub, Seyran Səxavət, Xəlil Rıza mənim gözüm qabağında onun başına nə oyunlar açırdılar. Əli Sənicət göz qabağında 90 yaşı var. Adam kitabını çap eləmək üçün evini satıb.
Yəni o günün. Və yüzlərlə belə deyək ki, ziyalının adını çəkərəm ki, bu metodçuluğun qurbanı olublar. İndi Milli Azadlıq Hərəkatında hələ olanları demirəm də, deyək ki, Hatəmi yazıq 90 yaşına nə gündə yaşadı. Sabir Yanardağ ki, onu ümumiyyətlə gündəmdən sildilər. Halbuki ömrü boyu KGB ona bata bilmədi. Qocalar evində rəhmətə getdi. Böyle yüzlərlə adam adı çəkərəm ki, bunlar onları nə günə salıblar. Furdin bəy, niyə Azərbaycan ziyalısı bu günə qədər susurdu? Niyə bu günə qədər Ramiz Mehdiyevin Azərbaycan mədəniyyətinə, təhsilinə vurduğu zərbələri açıq şəkildə ifadə eləmirdi? Qorxurdularmı? Ramiz Mehdiyev bu qədərmi təhlükəli və qorxunc idi? Biraz mən sənin bu sualınla o qədər də razılaşmıram. Ziyalılar elə dedikləri üçün, danışdıkları üçün bugünə çağırıblar da. Biri mən 35 ildir oturmuşam bu evdə. Deyirəm, mənə universitetlərdə dərs verin, tələbələrlə kontaktım olsun, dərs deyim. Professoram, işçi. Kimə deyirəm, hətta mənim dostumu rektor qoyurlar, deyək ki, APD. Ona deyirəm ki, ay süper. Mən biraz saat ver, gəlim dərs. Belə eləyir, gərək gedəm icazəlam. Deyirəm, balam, gedib İlham Əliyevdən icazəlasan. Deyir, yox, mən o prezidentin yanına nətər gedib gedə bilmərəm. Dedim, mən kimin yanına, Ramizin yanına gedəsən, Metonun. Deyir, hədə ol. Deyirəm, elə mən işləmək qoymən olardı da, bu çətədir. Bir misal da, akademiyanın prezidentinə deyirəm, eyni şey deyir, belə eləyir. Belə çıxır ki, təhsil sahəsində Ramiz Mehdiyevin əlində idi. Bu yaxşı sualdır. Tək təhsil yox, bütün sahələr. Özəlliklə akademiya həmişə bunun kurasiyasında olubdur, həmişə. Əvvəllərdə 95-dən sonra da. Və bunun Azərbaycan elminə vurduğu ziyanı heç kim vurmayıb. Bəzən deyirlər ki, bunun tom-tom kitabları var, amma o kitab yazır. O kitabı yazdırıb. Yazdırdığı adamları deputat eləyib, vəzifəyə çəkibdi. Hətta birinin başına oyun açdı. İsmail Vəliyev vardı ensiklopediyada. O da onun üçün kitab yazırdı. Amma aralarında pul söhbəti var idi. Bir nəfər mən tanıdığım adamdan pul alıb buna vermişdilər ki, prokuraturada müəyyən vəzifəyə. O da uzadır bir il, yarım. Axırda adam deyir, qardaş, düzəl misin? Pulumu qaytarında, daha doğrusu Birliyyət Daşqaş verir, 300 milyon, 300 minlik. Bunu qaytarmamaq üçün hamının gözün qabağında ensiklopediyada bunu gördü, nətər qovdurdu. İş elə qurdu ki, bu ensiklopediyanı bu yazıbdı. Orada Heydər Əliyev adı yox, Vəzirovun adı gedibdi. O iş elə qurdu Fatmanın əlinə, elə orada iclasdan qovdu onu. Belə çıxır ki, uzun illər prezident aparatında çalışmış Fatma Abdullazadə də Ramiz Mehdiyevçilərdən idi. Fatma Abdullazadə bir nömrəli deməsəm də, 3-cü, 4-cü nömrədə olan metodçuydu. Yəni, Rusiyanın agenti, qardaşı keşişdi Rusiyada. Bu, burada Azərbaycan deyək ki, ideologiyasına rəhbərlik edişəmədi. Təsəvvür edirsən. Yəni, bunlar ziyalılara od yağdırıblar başlarına. Ziyalılar da danışıb da, amma kim də danışığa baxar. Mən bu 35 ildə həmişə 5-ci kolondan danışıram. Nə mənası var? Kimdir buna qulaq asar? Belə çıxır ki, son 30 ildə Azərbaycanda 5-ci kolonun başında məhz Ramiz Mehdiyev durub. Düz başa düşdüm? Elə demərəm. Azərbaycanda 5-ci kolon təkcə metoddan ibarət deyil. Yəni Rusiyanın 5-ci kolonu. Rusiyanın 5-ci kolonunda da hətta o tək deyil. Rusiya ayağını Qafqazı Azərbaycana qoyan gündən agentura hazırlayır. Nəsillər dəyişsə də, çox puxtələşmiş. Ona sərf eləməz ki, bir dənə meto olsun burada. Burada bəlkə də 10 dənə meto var, biz adlarını bilmirik. Hətta bəlkə milli adam kimi tanıyırıq.
Bu vurulanda o birisi işə düşür. Buna ayrı bir iş tapşırırlar. Bunun meteorun vəzifəsi ayrıdır, o birisinin vəzifəsi ayrıdır. Yəni, bir nöqtədən idarə olunmurlar bunlar. Bunlar meteorçular Moskvadan bir neçə xətlə idarə olunurlar. Bunun qırğısı var, felsefəsi var, nə bilim nə. Bəli, bəli. Furdin bəy, Ramiz Mehdiyevin ermənilərlə və Ermənistanla yaxınlığı iddia olunur. Ümumiyyətlə, onun Ermənistanda və yaxud da ki, vaxtilə işğal altında olan ərazilərimizdə mülklərinin, biznesinin olduğu deyilirdi. Bu kimi iddialar nə dərəcədə doğrudur? Bu kör gör-gördür. Bu adam Qarabağ məsələsinin həllində maraqlı deyildi. Əksinə, Qarabağda bu 44 günlük zəfərə də bir reaksiya verib, bir təbrik səd eləmədi. Sanki bunun dədəsinin evini alıblar. Bunun ermənilərlə qohumluğu bəllidir. Hətta o Göyçə gölün yanında qohumların otelləri də var. Hətta qohumuyla bunların arasında olan çəkişmə haqqında yazılar vardı. O oteli işlədən bunlardan şikayət edirdi ki, pulumu vermirlər, işlədirəm. Nə qədər yorğan döşə alıb dəyişmişəm, onun pulunu istəyirəm, vermirlər. Ramiz Mehdiyev deyirdi. Ramizin adını çəkmirdi. Bunun ailəsindən gedirdi də söhbət. Yəni, bunun ermənilərlə bağlılığı bəlli şeydir. Amma mən ailə məsələsinə qarışmaq istəmirəm. Çünki bu adamın cinayəti dövləti cinayətdir. Dövlət çevrilişi var burada, dövlətə xəyanət var burada. Bunları açıb ortalığa qoymaq lazım. Furdin bəy, siz həm Baş nazirin müavini, eyni zamanda təhsil naziri olmusunuz. Sizin vaxtınızda, zamanınızda da Azərbaycanda 5-ci kolon var idimi və işlədiyiniz idarədə, nazirlikdə 5-ci kolon üzvlərini əlinizdəki səlahiyyətdən istifadə eləyərək uzaqlaşdırmısınızmı və bunu necə həyata keçirmisiniz? Təhsil naziri təyin olunmuşam. Baş nazirin müavini idi, Elçibər Rəhməti hakimiyyətə gələndən bir ay sonra məni atdı təhsil naziri. Deməli, ikinci gündür kollegiyanın icrasını keçirdirəm. İcrasında kollegiyanda katibi var, elmi katib də bu protokol yazır. Sabahçı günü protokolu gətirdi ki, mən imzalayayım tasdiqini. Baxıram, Rusça yazım. Cavan oğlandı, bir 35 yaşında, Azərbaycanlı. Amma bunu niyə Rus dilində yazıbsan? Orada Rusça danışan olmadı. Bir də bizim dövlət dilimiz var, Azərbaycan türkçəsi. Qayıt ki, cənab nazir, mən türkçə yaza bilmirəm. Dedim, problem yoxdur, səni keçirdim ayrı şöbəyə. Bu dili bilən adam lazımdır ki, yaz. Bu bozardı ki, mən heç ara keçmirəm. Bu düzüm mənə təsir elədi ki, yəni, mən rəhməti atamdan söz götürməyən adam bu adi bir işçi, mənə bozarı ki, yox, mən, yəni, işimi dəyişə bilməzsən. Knopkanı bastım, Abdelkadir çağırdım, dedim, bunu əmri ver, rədd elə geçsin. Rədd elədim bunu getdim. Səhər işə gələndə gördüm ki, Rusiyanın səfiri oturub qəbul otağında. Onunla da tanışıq Şonyadan. Şonya xeyr ola, dedi ki, sənə söhbəti var, dedim, geç çağırım. Gəldi, oturdu. Oturan kim qaldı ki, çox xahiş edirəm, o dünən işdən çıxartdığın adamı bərpa ilə yerinə. Babi, sənə danışdığımı ona da danışdım. Ki, mənim ona elə bir etirazım zadım yoxdur. Sadəcə, mənə o dili bilən lazımdır ki, o protokolları yazsın. Buna da dedim, ayrı şöbəyə keçirdim. Hətta böyük, maaşı da çox olan. Dirəndi ki, istəmirəm, mən də çıxardım. Bir də qayıt ki, mən səndən çox xahiş edirəm, onu bərpa elə. Dedim, Şoni, sən başa düşmədin, mən nə deyirəm? Dedi, başa düşürəm, amma oradan mən, yəni Moskvadan mən məcbur edirlər ki, yəni ki, ged onu bərpa elə yerinə. Deməli, mən də bərpa eləmədim, bu da küstü məndən getdi, sonra da heç danışdırmırdım. Deməli, adicə bir işçini işdən çıxardanda artıq bu şəbəkənin o başında oturanlar görürsən, hansı təsirlər eləyirlər. Və Azərbaycanda o gündə, bu gündə bütün
nazirliklərdə, prezident aparatının özündə, Ali Sovet. Ali Sovetdə biri var idi, Səfa Mirzəyev. Səfo. Səfo açıq metoçu idi. Amma gör, neçə il o sənədlərlə işlədi elədi. Furdin bəy, siz Azərbaycanın müstəqilliyinin lehinə səs verən 43 deputatdan birisiniz. Və bildiyimizə görə Ramiz Mehdiyev Azərbaycanın həmin 43 nəfər istiqlalçı deputatına qarşı da amansızlıqlar eləyib. Onları silməyə çalışıb. Tək fiziki olaraq yox, həm də cəmiyyətin yaddaşından ümumiyyətlə silib atmağa səylər göstərib. Bu barədə nə deyə bilərsiniz? Yəni biri mən qarşınızda şahid kimdə özü mən yaşamımı bilirsiniz. 2 oğlum var. İkisi də kirayədə olurlar. Baxmayaraq ki, mən hansı vəzifələrdə olmuşam. 30 ildə oturmuşam evdə. Qoymadılar gedim müəllimdə işləyim. Mən olan zülmü bilirsiniz. Amma bu istiqlalçı deputatların başına nə oyunlar gəldi. Rəhmətli ədalət var idi, rəhimli. Demək olar ki, çox pis vəziyyətdə dünyasını dəyişdi. Mürşid Məmmədov dünyasını dəyişdi. Məryəm xanım istiqlalçı deputat idi. Ömrün axırına qədər zətdə qaldı. Yataqxanada qaldı. Dəvətçidən gedib görüm. Adıca qanunu pensiyalarında vermədilər ki, bu istiqlalçı deputata insan kimi yaşasınlar. Belə çıxır ki, onların hamısı elə Ramiz Mehdiyevin qara siyasında idi. Əlbəttə, əlbəttə. Furdin bəy, Ramiz Mehdiyevin bir daşla 2 quş vuraraq Azərbaycan ziyalılarına qarşı həyata keçirdiyi həmlələrdən biri də məhz ortaq türk əlifbası layihəsi üzərindən olmuşdu. Məsələnin əvvəlinə gedək. İlk dəfə ortaq türk əlifbası layihəsi nə vaxt, harda və necə başlamışdı və bildiyimiz qədər bu işin başında duran əsas şəxs elə siz idiniz. Bax, bu artıq ciddi məsələdir. Niyə? Çünki ortaq türk əlifbası, əlifba dövlət atributudur. Himdir, bayraqdır, əlifbadır, gerbdir. Bunlar dövlətin atributlarıdır, ciddi məsələdir. Və Allah qoysa bir verilişimizdə də himlə danışarıq. Dövlət himnindən. Üzeyir Hacıbəyevlə Əhməd Cavadın yazdığı himdir və ona da kimlər qəmiş qoyur ki, Əhməd Cavad yazmayıb. Cəmabay Cəbrayil. Bu da bu oyunlardan biridir. Amma bu ayrı biraz söhbətdir, dərin söhbətdir. Orada da komisyon sədri mən olmuşam, çox çətinliklə keçirmişəm onu. Və niyə Əhməd Cavadı vurub çıxardırlar, tarixdən silmək istəyirlər? Çünki milli adamı oydu. 37-də güllələdilər, hələ də ürəkləri soymayıb. İstəyirlər tarixdən seçsinlər. Bu əlifba, ortaq əlifba da dövlət atributudur, ciddi məsələdir. Bu belə oldu, biraz qısa danışım. 90-cı ildə 20 yanvar hadisəsindən sonraki 40 günlük matəm oldu. İnsanlar ruhen sınmışdılar, ovqatlar aşağı. Bu 40 gündən sonra bu ovqatı qaldırmaq üçün, cəmiyyətin dirçəlməsi üçün, yenidən milli mübarizəyə qoşulması üçün fikirləşdim ki, nə etmək olar? Bu əlifba məsələsini attım ortalığa ki, biz Məmməd Əmingilin qurduğu dövlətdə qəbul ol, 19-cu ildə qəbul olunmuş əlifbanı bərpa eləyək, Latin qrafikalı. Müstəqilliyi qazanan kimi də bayrağımızı da həmin bayrağı və həmin milli marşı da qəbul eləyək. Yəni biz o dövlətin, o demokratik cümlətin varisi kimi müstəqilliyimizi elan eləyək. Deməli, Azərbaycan qəzetində bir məqalə yazdım. Mart ayının sonuydu. Nömrəsi yadımdadır, 8-ci nömrədə. 90-cı il. Qəzetin redaktoru Sabir Rüstəmxandır. O ədəbiyyat şöbəsinin müdürü Rüstəm Behridir. Allah aşkına sağıb da bu məsələləri olanla da dəqiqləşdirə bilərsiniz. O məqalə mən gözlədiyimdən də daha çox ajataj yaratdı və gündəmi tutdu. Artıq müəssisələrdə müzakirə olunurdu ki, əlifbanı dəyişməliyik. Bu ərəfədə
əl yazmaların üstündə bir ictimai komissiya yarandı ki, məsələlər müzakirə olunsun. O komissiya 2 sədr seçildi, həmsədr. Biri rəhmətli Afat Qurbanov idi, mənim yaxın dostumdur, çox tanınmış alim, milli adam idi. Biri də Cahangir Qəhrəmanov idi, həmin institutun direktoru, o da çox milli adam idi. Nəsimədən doktorluq yazıb eləyib, oyla da yaxınım. Deməli, bu ictimai komissiyanın 2 həmsədri oldu. Bunlar arada bir o qəzetə, bu qəzetə intervyular da verəndə, bəzən də adları həmsədr yox, sədr kimi gedirdi. Məsəl üçün, Afat müəllimin də hansısa qəzetdə komissiyanın sədri kimi bir intervyusu gedib, Cahangir müəllimin də gedib. Normal haldır, yəni həm sədr özünə sədr deyə bilər. Amma bu sonradan bir fəsada səbəb oldu. Və bundan metodçular istifadə elədi. Ramiz Mehdiyev və onun dəstəsi. Nə tər istifadə elədilər? Ora gəlmək üçün balaca tarixinə gedim bunun. Deməli, bu dövlət atributu olan ortaq türk əlifbası məsələsi belə oldu. O, ictimai komissiya ilə paralel, biraz ondan sonra dövlət özü əlifba komissiyası yaratdı. Və əlifba komissiyası haqqında Ali Sovyetin qərarı var, yəqin baxacaqsınız oraya. 91-ci ildə həmin komissiyanın rəhbəri Ali Sovetdə məruzə elədi və Ali Sovet qərar verdi ki, bu ilə artıq bundan sonra buradakı filan komissiya məşğul olsun. O komissiyanın da sədri mən idim. Elm, təhsil, mədəniyyət komissiyası. Deməli, gündəliyə saldıq bunu 91-ci ildə. Əvvəl idi, fevral ayı idi. Sonra mən... Fevralın 2-si. Tarix yadında deyil, təxminən qərar o vaxt qəbul olundu. Sonra Türkiyədən bura bir heyət gəlmişdi. Elçi bəy dedi ki, rəhmətli gəl, bunları bir yerdə qəbul edəyək. Getdim, mən oraya çatanda, o vaxt Sovetskidə otururdular, axıcı. Mən oraya çatanda Türkiyədən gələn heyətdə gəldi. Bunlar İstanbulun Mərmərov Universitetindən gələn ziyalılar, alimlər idi. O başlarında olan Tarix Fakültəsinin dekanı idi, sonra rektor oldum. O məndən soruşdu ki, nə yardım eləyə bilərik? Dedim ki, bu saat Azərbaycanda ortaq əlifba söhbəti gedir və bunda mən başlamışam. İstəyirəm bu daha geniş olsun. Mənim həmin Azərbaycan qəzetində çıxan məqaləmi Türkiyədə 2 jurnalda çap ediblər. Türkçəyə çeviriblər. Həmin dövrdə. Yəni bu söhbət orada da yayılıb. Dedim, mən müəllimlərin siyasını vereyim. Türkmən, Tatar, Qazaq, Qırğız. O alimləri dəvət eləyin İstanbula. Orada bir ortaq türk əlifbası qəbul eləyək. Yəni professionallar olsun da. Dedi, evet, olur. Bir aydan sonra mənə məktub yazdı ki, hoca sən deyən eləmişik, o siyahıda olan adamların biletlərində almışıq, yol biletləri, burada otellərdə bəllidir və xahiş edirik, sən də gəl. Kasım ayının 18-i, 20-si simpozium olacaq. 91-ci ildə. Hə, 91-ci ildə. Hələ Mütəllibov hakimiyyətdədir. Hə, Mütəllibov vaxtıdır. Bu danışdıqlarım hamısı sənədləri var və zətdə həmin simpoziumun materialları da çap olunubdur. Yəni bu... Furdun bəy, siz bu haqda danışarkən tamaşaçılarımız həmin materialları, həmin tarixi sənədləri ekranda görürlər. Laf yaxşı. Deməli, orada o 3 günlük simpoziumda rəhmətlik dekan iclas başlayanda dedi ki, bu məsələnin fikir babası Feridun bəydir. Zaldakilər əl çaldı. Sonra mən məruzə eləyəndə dedim ki, onun fikir babası mən deyiləm. Bunun fikir babası Mirzə Fətəli Axundovdur. O vaxt
o böyük ziyalımız bunu gündeme getirdi ve bunu da ilk defa gerçekleştiren Mehmet Əmingil oldu 19. ildə. Mən də sadəcə bu Dövlət Komissiyasının başkanı kimi bu işlərlə uğraşıram. Yəni bu benim bir qəhrəmanlığım deyil. Nəysə 3 gün davam elədi, orada qərara gəldi, 34 hərfli əlifbanı qəbul elədi, ortaq Türk əlifbasını. Mən oradan qayıtdım. Burada dekabr ayının əvvəlləri idi. Son dəfə parlamentdə, Ali Sovetdə icrası keçirdim. Və o vaxtda televiziyadan gəlib çəkirdilər, qəzetlərdə var. Axırıncı icrası keçirdim və son variantı təqdim elədim. 91-ci ilin 25 dekabrında qəbul olundu. dekabrın 25-də qəbul olundu. Bir daha təkrar edirəm. 1991 25 dekabr Azərbaycanda ortaq Türk əlifbasının qəbulu günüdür. Bu rəsmi sənədlərdə var, Ali Sovetin qərarında var. Deməli, bundan biraz sonra da ben Ədəbiyyat qəzetində Nəriman müəllim idi o vaxt, Nəriman Həsənzadə, o da əlifba məsələsinə kömək edirdim. Bir Azadlıq əlifbası adında balaca yazı verdim, qəzetdə çap elədi. Orada əlifbanın layihəsini də qoydum. Həm də Əhməd Cavadın bir şeirini verdim. İlk dəfə çap olundu. O şeiri də rəhmətli Yılmaz mənim çox yaxın dostum idi, Allah rəhmət eləsin, Əhməd Cavadın oğlu. O da deputat idi. O da gelib Gəncədən gətirmişdi. Onun əl yazmasını hələ ilk çap olunmamışdı. İlk dəfə o qəzetdə çap olundu. Belə hadisələr belə gedirdi. Əlifba qəbul olunanda Tural bəy, deməli televiziyadan, radiodan elan verdilər ki, artıq prezident sərəncam verdi, əlifbada qəbul olundu, Ali Sovet qəbul edib, prezident də təsdiq edib. 2-3 saatdan sonra prezident aparatının qabağı doldu piketçilərlə, nümayişlə. Əlifbanın əleyhinə. Artıq Rusiyadan siqnal gəldi, mənfi siqnal. Burada metroçular var axı. Deməli, prezident aparatının qabağında Mütəllibovu söyürlər. Plakatlarla, azadla sən niyə əlifbanı dəyişdirin? Bu piketə nümayişi eləyənlər kimlərdir? Deməli, İranın 5-ci kolonu ki, onlar ərəb əlifbasını istəyirdilər. Metodçular ki, Rus əlifbasını istəyirdilər qalsın və başqaları belə. Hətta Mütəllibov rəhməti biraz ziyalı adam idi, kibar idi. Mən zəng edib, mən zada çalıbsam. Dedim, narahat olma, bu ötüb keçən şeydir. Burada elə mani olurdular və hətta adlarını türkçü qoyanlar da deyirdilər ki, Türk əlifbasını götürək. Onlar da o anlamda olurdular. Mən də dedim, Türk əlifbası yarım çıxdı. 29 hərflər, indi onu götürsək, sonra ortaq Türk əlifbasına keçəndə bir də təzədən əlifbamızı dəyişəcək. Elə bu başdan imkan var, keçək. Nəysə, belə çətinliklə keçirdim. Yəni, bu dövlət atributu olduğu üçün mən bunun üzərində özelliklə dayanıram. Bu keçdi, bu yaxınlarda da Türk Dövlətlər Birliyi həmin əlifbanı qəbul elədi, ortaq Türk əlifbası ki, onu biz artıq 33 ildə işlədirik. Yəni, mən özümü tərifləmək üçün demirəm, sadəcə o vaxt mənim vəzifəm idi. Həm orada sədr idim, həm də burada məsul katib idim. Furdin bəy, bəs Ramiz Mehdiyev və onun dəstəsi niyə bu prosesləri, sizin gördüyünüz bu işləri və altında sizin imzanız olan bu layihəni sizin dostunuz, ən yaxın, belə deyək də, əqidədaşınız olan Afat Qurbanovun adına çıxırdılar? Səbəb, məqsəd nə idi? Bu yaxşı sualdır. Yəni, meto çətəsi elə belə çətə deyil. Bunlar hazırlanmış agenturadır. Bir güllə ilə, yəni sən verdiyin sualın cavabıdır. O bir güllə ilə 2 hədəfi vururdu.
Necə? Bir, məni vurub, mənim adımı o sənədlərdən silməklə məni vurub çıxardır ki, görəm, mənim bu orta qalıb bir aidiyyatım yoxdur. Və mənim yerimə elə bir adamın adını yazır ki, cəmaat inana bilsin. Çünki Afat Qurbanovun adını yazıblar, mən gördüyüm işlərə. Niyə? Çünki o İctimai Komissiyada həmsədr olubdur. Belə bir-iki interviyusunda da gedibdir. Amma o həm də deputat idi, amma Milli Məclisin üzvü olmayıb. İndi onun haqqında yazırlar ki, Milli Məclisin üzvü olubdur, komissiyanın, Dövlət Komissiyasının sədri olubdur, onun layihəsi qəbul olunubdur. Silsilər, radio, televiziya, təşkilatlar, xüsusi adamlar, metodçular bunu təbliğ eləməklə məşğuldurlar. Wikipediyaya baxsaz görərsiniz. Niyə? Niyə AFAD? Çünki neçə ki AFAD sağ idi, rəhmətli, o da milli adam idi, böyük alim idi, böyük xidmətləri var. Dilçilikdə onomastika sahəsi onun adı ilə bağlıdır. Mənim də yaxın dostumdur. Niyə AFAD, başqası yox? Hər bir həyatda olan sağ dilçi alimin adını yazsalar, sonra adam çıxıb deyir, qardaş, mənim adım nə yazır, mən bu işlə məşğul olmamışam axı. Belə çıxır ki, məhz ona görə də dünyasını dəyişəndən sonra, yəni Afat müəllim bu həyatdan köçəndən sonra bu məsələlər dövrüyə buraxılmağa başladı. Ona görə Afat müəllim 2009-da rəhmətə getdi, ondan sonra bu başladı. Onun adını yazdılar və başladılar yaymağa. Əgər sonra problem olsaydı, Afat müəllimin adını çıxaracaqdılar. Sonra üzə çıxsaydı ki, bu məsələ heç də Afat müəllimin adı ilə bağlı deyil. Ora gətirirəm. Bəli. Demək, bir güllə məni vurdu, çıxartdı. İkinci güllədə nədir? Sabah Afat müəllimin bu adı olan sənədləri deyək ki, oxuyanlar nə edəcək? Etiraz edəcəklər ki, bala baxın, bu düz deyil, bu Afat müəllimin adım niyə ləkəlirsin? Bunun elədiyi işlər deyil, bunun gördüyü gözəl işlər var, onlardan yazın. Bu adamın orta qalıb bir aidiyyatı yoxdur. Başa deməli, ikinci hədəfdə odur, onu da vururlar, ləkəlirlər. Burada məni, orada da onu. Bunu nə deyirəm? Çünki bu orta qalıb var, bir də təkrar edirəm, dövlət atributudur. Milli himn də dövlət atributudur. Bunlar ciddi məsələdir. Elə yeri gəlmişkən, Azərbaycan himninin müəllifi Əhməd Cavad deyil deyə bir müddət əvvəl qara kampaniyada başladılmışdı. Deməli, məqsəd həm də Əhməd Cavadı sıradan çıxarmaq idi. Həmin xətti, Allah qoysa növbəti söhbətimizin birini himn üzərində qurarıq. Çünki onu da mən çox çətinliklə keçirdim. Ona necə mane olurdular, kimlər kömək elədi və kimin adına yazmaq istəyirlər. Orada da rəhmət Əhməd Cavadın adını çıxardıb bir başqasının adını yazmaq istəyirlər. Eyni oyundur, dövlət atributları ilə oynanan oyundur. Cəmiyyətdə ikitirəlik yaratmaq üçün. Həm ikitirəlik, həm də bu milli ziyalıları Sıradan çıxarmaq. Sıradan çıxartmaq, söhbət ondan gedir. Mən bu söhbəti niyə açdım, Tural bəy? Yəni, o şou səviyyəsində olan söhbətlərdənsə, bu cür sənədlərlə, tarixi, ortada sənədlər olan sənədlərlə göstərmək lazım. Geri gəlmişən Həmin tarixi faktları, sənədləri elə masanın üzərində də görürəm və bura düzülüb hamısı. Siz ortaq əlifba ilə bağlı samballı layihələr həyata keçirəndə və bu işlə ciddi şəkildə məşğul olanda başqa bir paralel xətt var idi ki, onlar ortaq türk əlifbasının yox, ərəb əlifbasının yenidən Azərbaycanda əsas əlifba kimi qəbul olunmasına çalışırdılar. Bəs onlar hansı xətti idi? Bu da Moskvanın xətti idi, yoxsa başqa xətti idi? Yox, onlar İran agenturası idi. Və o dövrün çıxışlarında vardı. Hətta o prezident aparatının qabağında olan nümayişində çox güman ki, KKB-də hətta videoları var. Və bu danışdığı məsələlərin çoxu Ali Sovetdə olan söhbətlərinin hamısının stenoqramı var. Orada çox
maraqlı məsələlər də var da çox dərinə getmədim. Hə, o İran əlifbasını istəyən, fars əlifbasını istəyən İran agenturası idi. Yəni onlar da 5-ci kolonda İran. Furdin bəy, son olaraq soruşmaq istəyirəm ki, əgər əlinizdə hökmünüz, iradəniz olsaydı, siz Ramiz Mehdiyevə dövlət atributlarına, ümumiyyətlə milli mənəvi dəyərlərimizə çox iyrənc şəkildə dil uzatdığına görə hansı cəzanı verərdiniz? Bilirsiniz, bu Tural bəy, Tanrı imkan versin, bir gün bir geniş söhbət eləyək, bu suala orada cavab verim. Çünki atalar sözü var. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq nər kişinin işidir. Elə bu cümlənin açılışına aid bir veriliş əsr eləyərik. Orada bu sualda cavab verir. Yəni, mən bugün Ramizin burnunu tutsam canı çıxacaq. Əksinə, onu yaşatmaq lazımdır. Və o biri var ki, cəhənnəmdə od qazanında yanır. Bir də bunun gözünün qarşısında bu islahatları aparmaq lazımdır. O metodçularını təmizləmək lazımdır ki, o görsün. Və onun o çəkdiyi əzab, istirab ən böyük cəzadır. Furdin bəy, çox sağ olun, minnətdaram. Suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Hələlik, sağ olun. Mən təşəkkür edirəm.